Salam dostlar, bugün sizə dostumun 2020 model BMW X5 4i modeli haqqında danışacağım. Maşın 2020-ci ilin maşınıdır. M paketli. Digərlərindən fərqli olaraq içinin komplektasiyaları və çölünün dizaynında müxtəlif fərqlər var. Bunları sizə ətraflı çəkmək istəyirəm. X5'in bu modelləri adi və M paket olmaqla iki formada gəlir. Bu iki BMW arasında çox böyük fərqlər var. Maşının komplektasiyasından tutmuş xarici görünüş və mühərrikiyə qədər bir çox fərqləri var. M paket X5'lər BMW satış salonlarında olmamakla yanaşı qiymətinin adi modelə nisbətən baha olduğuna görə həm də az satışda olan maşınlardır. Xarici dizaynı və disk təkərlərinin fərqli olması ilə seçilən BMW X5 M modelləri Amerikada əksərən cavan nəslin maşını kimi tanınır. X5 modeli həm də yeganə SUV modelidir ki, arxa bagajı qapısı həm aşağı açılan, həm də yuxarı açılan qapılar olmaqla 2 dənədir. Bagajın içində yük yeri örtüyü, bura qoyduğunuz əşyaların kənardakılar və ya maşında oturan sərnişinlərin görməsini, həmçinin günəş şüalarının daxil olmasının qarşısını alır. Bu BMW modellərində ehtiyat təkərləri olmur. Yük yerindəki bu düymələr elə maşının yük yerində qalmaqla arxa oturacaqları qatlaya bilir və yük yerinin həcmini böyütməyə imkan verir. Qapının üstündəki LED işıqlar gecə sürüşlərində salonda həm sürücüyə, həm də sərnişinlərə maraqlı intuisiya yaradır. Arxa oturacaqda oturan sərnişinlərin komfortunu nəzərə alaraq burada isitmə və soyutmanı nizamlamaq üçün düymələr və temperaturu göstərən mini bir ekran mövcuddur. Həmçinin telefon və ya planşetlərinizi enerjiyə qoymaq üçün yeni nəsil USB Type-C də var. Arxa oturacaqlarda fincan qoymaq üçün yer də var, hansı ki uzun yollar üçün bunlar çox əlverişlidir. Sürücü qapısının üzərində kilid var, 2 dənə memory paketi var, oturacaqlar və yan güzgünün memory paketi, aynaları kilitləmək üçündür, 4 dənə avtomatik şüşə qaldıran və salanlar, yan güzgülərin bağlanıb açılması, bir də bagajı buradan aça bilirik. Maşının salonundakı monitorların hamısı sənə baxır. Bir növ egoist maşınıdır, hansı ki yan tərəfdə oturan insan bunun ön tərəfindəki və ortadakı ekranı görməsi biraz çətindir, amma yalnızca sürücüyə fokuslanmış bir ekranı var.
Maşının display paneli müxtəlif çeşiddədir və həmçinin burada xəritə və digər funksiyaları görmək olur. Yəni digital xəritəni tam önünüzdə rahat şəkildə görə bilirsiniz və burada müxtəlif stildə spidometrlər var, hansı ki öz zövqünüzə uyğun olanı seçib qoya bilərsiniz. Həmçinin maşında Apple CarPlay, xəritə, yəni canlı xəritə və radio kimi digər funksiyalar da var. Əşyaları qorunmaq üçün belə bir panel də var. Üstü mebeldir, qəşəng dizayn olunmuş və ətrafı da işıqlarla təchiz olunmuş. Və basırıq, açılır. Telefon zaryadkada yığır. Həmçinin burada USB ilə də telefon qoşa bilirik və digər 2 dənə də cup holder yeri var. Həmçinin də standart 12 voltluq belə bir giriş də var. Burada CD yeri var. Plastik BMW dizaynı kimi istifadə eləmək üçündür. Yəni bu BMW-lərdə dəyişilməz bir şeydir. Həmçinin burada belə bir qolluq var. Müəyyən sənədləri və ya hər hansı bir şey qoymaq. BMW-də xoşuma gələn daha bir şey USB Type-C-nin olmasıdır. Sükanın üzərində sürət pillələrini idarə etmək üçün belə bir mexaniki qutusu var. Həmçinin buradan ön paneli idarə etmək və adaptiv kruz kontrolu idarə etmək kimi bir xüsusiyyəti də var. Ümumiyyətlə maşında adaptiv kruz kontrol var, hansı ki önündəki maşını görür və ya önündəki maşını əgər saxlayarsa bu maşını da saxlayır. Həmçinin əgər layından çıxarsınızsa sizə məlumat verir. Yuxarı hissədə belə bir işıq paneli var, çox gözəl dizayn olunub. Həmçinin üst paneli idarə etmək olar buradan. Və sos düyməsi var. Burada da 2 dənə mikrofon və işıqlar var. 2 dənə daha bir mikrofon buradadır, bir də oradadır. Yuxarı isə tamamilə şüşə paneldir. Çəkin. Maşının qiyməti mağazalarda içinin komplektasiyasından asılı olaraq 67.000 dollardan başlayır və M-paket olduğu üçün belə bu qiymətdən başlayır. Amma sadə modelləri bir hardasa 8-10.000 dollar ucuz qiymətdən başlayır. Təbii ki, bu başlanğıc qiymətidir. İçində müxtəlif additionallar, yəni əlavələr eləyərək siz bunun qiymətini yüksəldə bilərsiniz istədiyiniz qədər. Yəni əlavə eləyib, hansı ki BMW sizə təklif edən əlavələrdən eləyib qiymətini qaldıra bilərsiniz. Və maşın 2020-ci il modeldir. İlk ödənişindən asılı olaraq yaşadığınız şəhərin ya da hansı ştatın vergisindən asılı olaraq biz Kaliforniyadayıq, 10% vergisi var. Digər ştatlarda da vergi faizindən asılı olaraq ilk ödəniş və kredit faizindən, yəni sizə təxminən aylıq, yəni belə deyək, ilk ödəniş 5.000 dollar verərsə, aylıq 1500-2000 dollar arasında 6 illik ödənişlə maşını almaq mümkündür. Əlavə nəsə sualınız olsa maşınla bağlı, yəni bu maşınla bağlı və ya hər hansı bir maşınla bağlı rəylərinizi bildirə bilərsiniz. Yəni bu maşınla bağlı unutduğum nəsə varsa əlavə eləyə bilərsiniz, nəsə soruşa bilərsiniz. Çox sağ olun videonu izlədiyiniz üçün, təşəkkür edirəm. Videonu paylaşmağı və kanala abunə olmağı unutmayın. In front of me